Nərimanovda ağlasılmaz iddia. Görüntülərdə gördüyünüz şəxs iddiada bildirilir ki, şikayətçilərin iddiasında bildirilir ki, dar küçələrdə maşınlar hərəkət edərkən onlara toxunaraq, güya maşın ona toxunmuş kimi göstərir və telefon yerə düşür, sınıq bir telefon və yaxınlaşır maşınlardan pul və yaxud da ki, telefon tələb edir. Sizin də qarşınıza belə bir hadisə çıxsa, ehtiyatlı olun və onu dərhal şikayət edin polisə, ictimailəşdirin, belə insanlar cəzasını tapsın. Don't silent.